Kanala like atıp abone olmağı unutmayın. Bunları edin ki yeni videolar gelsin ve zəngi açın ki yeni videolardan xəbərdar olun. Bu F-13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək. Oxu Az xəbər verir ki, 22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu F-13 çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə bu F-13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək. Monitorinq çərçivəsində mayın 1-də saat 10:00-16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq. Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti, Sabunçu körpüsünə qədər, Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorgi küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu, BAS istiqamətlərini əhatə edəcək. Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur. Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 Express avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsilə sərbəst daxil ola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur. Bu F-13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son 10 il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib. Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsi və Bağırov küçəsi 36-12B ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək. Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında əksini tapır. Sərəncama əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə, Sabir və Bə, Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək. Qiymətləndirmə xərcləri daxil olmaqla həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödəniləcək, bank xərcləri daxil olmaqla, eyni zamanda Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi və Bağırov küçəsi 36-12B ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.